Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Neftçi TV izləyiciləri, Qəbələ Şəhər Stadionunun ehtiyat meydançasındayıq. Bugün Gənclər Liqasında ikinci mərhələnin ilk turunun oyunu. Qəbələ Neftçi maçı baş tutacaq. Heyətləri nəzərinizə çatdırın, meydan sahiblərindən başlayaq. Qəbələdə qapını 12 Nicat Kərimov qoruyur. 11 komandanın kapitanı Ziya Şəkərxanov, 3 Murad Əbilov, 4 Səmid Əhmədov, 5 Rəvan Poladlı, 6 Allahverdi Şirinov. Fit səsləndi, Neftçiyə uğurlar arzuluyuruq. Əmir Fətiyevdən qapı qarşısına ötürmə, boşlu zərbə qeyri-dəqiq alınır. İrəli oynadı, orada başla. Topa toxundular və birinci hissəni bitirir hakim. Qəbələ Neftçi maçında ikinci hissə başladı. Əmir Fətiyev. Top oyuna daxil etdi, Elvin, Vəliyevdən ötürmə, Nicat Məhərrəmov! Nicat qayıdır, qolla qayıdır! Məhərrəmov hesab açdı! Mane oldu ona. Ziya Şəkərxanov Pünhan aldı, topu meydanda da saxladı, ötürmə etdi. İndi Tunardan geriyə Turan, Məmmədov, Elvin Vəliyev, Elvindən sağ cəha orada iki futbolçumuz var. Freedom, Stefanos buraxır topu Pünhan üçün. Pünhandan ötürmə, Freedom qapı qarşısına, Nicat alınmadı. Tunar dönür, zərbə vurur Tunar. Korner olacaq. Pünhandan ötürmə qapı qarşısına, Əmir Fətiyev orada alınmadı. Daha bir zərbə, gol, 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 gol! Tunar Mehdiyev! İkinciden zərbədən sonra Neftçi hesabı 2-0 edir. Tunar Mehdiyev fərqləndi. 2-0 oldu hesab. Nicatdan əla toxunuş, incə toxunuş. Qayda pozulub, amma top Neftçidə qaldığı üçün hakim oyunu davam etdirirdi. Ardınca saxladı, çünki Elvin Rəhimxanov da dayanmışdı. İrəliləmədi orada topla və Müseyib Bəşirova sarı vərəqə göstərilir. Bu ikincidir. Qırmızı vərəqə və Qəbələ azlıqda qalır. İrəliyev və bu da maçın final fiti, hörmətli izləyicilər.